11-ci siniflərin buraxılış imtahanından növbəti sual. Choose the correct exclamatory sentences. Düzgün nida cümləsini seçmək lazımdır. Nida cümlələri üçün ümumi bir qanun vardır, qayda vardır və bu qaydanı siz orada yazılı şəkildə görürsünüz. Would-la başlayan nida cümlələri üçün xarakterik olan qeyri-müəyyən artikeldir. En, daha sonra sifət, daha sonra isim gəlməlidir. How ilə başlayan nida cümlələrində isə sifət və the artikelından istifadə olunur. Əsasən bu qaydanı nəzərə alır. Birinci cümlədə what an amazing place are they? Tamamilə yanlışdır. Ümumiyyətlə, an amazing place təkdir, are they? Həm söz sırasında yanlışlıq var, həm də cəmdədir. Tamamilə yanlış. What an amazing place it is. Tamamilə doğrudur. Aşağıdakı qaydaya da uyğundur. Necə də heyrətamiz bir yerdir mənasını daşıyır. Daha sonra how amazing places are they? Yenə də yanlışdır. Görürsünüz, aşağıdakı söz sırasına heç uyğun gəlmir. Ümumiyyətlə söz sırası nəqli cümlədə olduğu kimi sıralanmalıdır. Sual cümləsində deyil. Növbəti doğru cavabı görürük. How amazing the place is. Yenə də how və how ilə bağlı nida cümləsinə tam uyğundur. Və sonuncu cümlə how amazing place is it deyil. Ümumiyyətlə söz sırasına görə it is olmalıydı. Həm də place sözündən öncə de olmalıydı. Düzgün cavab D variantı. Bu testdə isə sözlərin düzgün tərcüməsini bilmək tələb olunur. To donate, vermək, bəxş etmək. To value, dəyərləndirmək, qiymətləndirmək. To defend isə müdafiə etmək deməkdir. Baxaq görək bu mənaları hansı cümlələr verir. To donate, to give something, especially money, to people in need olacaq. To value, qiymətləndirmək, to think that somebody or something is important. Bu olacaq və nəhayət üçüncü, to defend, to protect somebody or something against harm. Bu testdə isə choose the correct interrogative sentences, yəni düzgün sual cümləsini seçməliyik. Sual cümləsini seçərkən ümumiyyətlə biz sual sözlərlə başlayan və ondan sonra köməkçi feil gələn cümlələri seçməliyik. Doğru düzgün şəkildə köməkçi feil gəlməlidir söz sırasına görə. Bunu nəzərə almalıyıq. Birinci cümlə how many pieces of furniture did they buy? Bəli, bu düzgündür. Söz sırasına düzgün əməl olunubdur. Köməkçi feil mübtədadan öncə gəlibdir, did. Yəni onlar nə qədər mebel aldılar. İkinci cümləyə baxaq. How many pieces of furniture were bought? Nə qədər mebel alındı? Burada passive voice, yəni məchul növdədir cümlə və doğru formadadır. Söz sırası da doğrudur. Yəni 1-2 doğru cavabdır, amma yanlışları da seç. Baxaq yanlışlara. Niyə yanlışdılar? How many pieces of furniture bought they? Belə bir cümlə sırası ola bilməz. Məhz bu cümlənin düzgün variantı elə birinci qeyd olunan cümlədir. Burada tamamilə yanlış idi. How many pieces of furniture they bought? Yenə də tamamilə yanlış cümlədir. Belə sual cümləsi ingilis dilində mövcud ola bilməz. Bought yox, ümumiyyətlə buy yazılmalıydı və did köməkçi feilindən mübtədadan öncə istifadə olunmalıydı. Burada isə məchul növ tapmaq tələb olunur. Passive voice, yəni məchul növ. How do you make vanilla ice cream? Yəni sən vanilli dondurmanı necə hazırlayırsan? Bunu öz dilimizdə məchul növə necə çevirə bilərik? Belə çevirə bilərik ki, vanilli dondurma necə hazırlanır? Zamana uyğun olaraq. İndiki sadə zamanda verilibsə sual, biz onu məchul növədə, məchul növün indiki sadə zamanında və ya indiki sadə zamanın məchul növündə verməliyik sualı. İndiki sadə zamanın məchul növü necə düzəlirdi? Am, is, are, üstəgəl, participle to və ya verb 3, yəni feilin 3-cü forması. Ümumiyyətlə, məchul növü öyrənərkən quruluşu əzbər bilmək lazımdır. A variantında how are yazıblar, mümkün deyil. Vanilla ice cream təkdə olmalıdır. Ona görə is olmalıydı burada. Yanlışdır. B variantında
How vanilla ice cream is made? Yox, xeyr, sual forması belə düzələ bilməz. Sual quruluşuna uyğun deyil. C variantında how is vanilla ice cream been? Burada been artıqdır. Quruluşda belə söz yoxdur. Been yoxdur. Been yalnız bitmişlərin məhsullarında olur. D variantı how was, ümumiyyətlə baxmıram cümlənin arxasına, çünki was keçmiş zamanla bağlıdır, yanlışdır. Y variantı how is vanilla ice cream made? Tamamilə doğrudur. İndi bir cümlə qurmalıyıq. Make up a sentence. Cümlə belə olmalıydı. The boys have been playing tennis for 2 hours at the stadium. C variantı. Düzgün modal fiili seçək. Ümumiyyətlə burada cümləyə baxmadan öncə bəndlər arasında bir gəzişək. Has deyə bir modal fiil yoxdur. Ya has to olmalıydı, ya have to. Will be able to var, onu saxlayaq. Sonra doesn't have, ondan sonra to gəlməlidir. Baxıram, nöqtələrdən sonra to yoxdur. Deməli, düzgün cavab deyil. Hasn't to deyə bir modal fiil ingilis dilində yoxdur. Doesn't have to var, don't have to var. Won't be able, ondan sonra da to gəlməlidir. O da doğru cavab deyil. Yanlışları ataq. Avtomatik B variantı gələcək. Yerinə qoyaq. As his English is excellent, onun ingilis dilisi əla olduğuna görə, he will be able to find a good job. O yaxşı bir iş tapa biləcək. Doğru cavab B. Düzgün bağlayıcı, conjunction tapmaq tələb olunur. Today the weather is fine. Bugün hava əladır. Əgər əladırsa, təsdiq bağlayıcısı so the students are going for a walk. Ona görə tələbələr gəzməyə gedirlər, gedəcəklər və yaxud da ki. Qalanları although baxmayaraq ki deməkdir uyğun gəlir. Or və yaxud və ya deməkdir uyğun gəlmir. But amma deməkdir yenə də təzad təşkil edir, uyğun deyil. Tərcüməyə görə də so uyğundur.